Salam. Bu günləri inanılmaz çox dadlı almalı piroq hazırladım. Çox xanımlara xəmir işi çox çətin gəlir. Amma bu resept tamam fərqli və rahatdır. Sizdə də bu cür alınması üçün videonu sonuna qədər izləyin. Mənə lazım olan ərzaqlar bu qədər. Un, yağ, süd, şəkər və yumurta. Başlayaq hazırlamağına. Yağı qoymuşdum kənarda, ərisin, belə ev temperaturunda. Səhərdən, yəni bunu hazırlayacaqsınızsa, gecədən çıxardıb kənarda qoymaq olar, ya səhər durub çıxardıb kənarda qoymaq olar. Yağın üzərinə şəkərlə yağı əzirəm. Əzirəm deyəndə belə qaçışdırıram. Yumurtaların ancaq sarısı əlavə olunur. Onu da qaçışdırıram. Bunun da üzərinə süd. O da ev temperaturunda olmalıdır. Qramlarını həmişə olduğu kimi videonun aşağısında sizlərlə paylaşacağım. Onun da üzərinə soda əlavə edirəm. Yarım çay qaşığı qabartma tozu da əlavə edə bilərsiniz. Sadəcə olaraq mən axır zamanlar qabartma tozu istifadə eləmirəm. Soda ilə hər bir şey hazırlayıram. Bir də vanil. Ərzaqlarımın hamısını əlavə etdim, qaçışdırdım. Qaldı un. Un da burada məndə 350 qramdır. Stakanla da sizlərlə yazacağım neçə stakan edir. Hamısını əlavə etmirəm, bir damcı saxlayacağım. Qəşəng xəmir olur, belə plastilin kimi ələ yapışmamalıdır. Hələ qalan unu əlavə etmirəm. Baxın, bu şəkildə olandan sonra əllə yoğuracağam. Hər cürə piroqlar hazırlaya bilərsiniz bununla. Yəni, hər meyvədə, cürbəcür meyvələrlə. Baxın, belə bir xəmir alınır. Yapışmır, yumuşaq. Qalan unu da əlavə etmirəm. Burada hardası bir 50 qram, bunu da ölçüb sizlərlə dəqiq yazacağım. Yəni 350 qramdan nə qədər un qaldı. Undan asılıdır. Bəzən olur ki 350, yəni tam hamısı gedir. Una baxır. Ona görə birdən əlavə etməyin, həmişə belə biraz saxlayın. Çünki belə ağır xəmir olmasın. Vazdushni olmalıdır. İndi qoyuruq xaladenika. 20-30 dəqiqə qalandan sonra hazırlayıram. Aparıram soyuducuya. Dediyim kimi 20 dəqiqə, 30 dəqiqə saxlayandan sonra başlayacaq bişirməyə. İndi isə içliyin hazırlayaq. İçliyə lazım olan ərzaqlar kərə yağıdır, darçındır, bir də almadır. Alma darçınla çox qəşəng olur, dadlı olur. Darçını da özüm üyüdmüşəm. Bir də şəkər lazım olacaq. Almaları zəhmət olmasa. Tamam, mənə ver. Qəşəng şəkə almalardır. 4-cü qaldı orada. Şəkidəndir. Sağ olsun xalam vermişdi. Cürbəcür sortdadır. Yəni hərə bir sortdadır almaların və hamısı da özünə görə çox-çox dadlıdırlar. Sadəcə olaraq 4 dənə o piroqun içinə 4 dənə alma istifadə edirəm. Qabığını soyuram. Almaların qabığını soydum. İndi isə xırda-xırda dörtkən şəkildə doğrayıram. Almaların tumlarını atmayın. Onu da yeyin. Yeyəndə də udmayın da, belə əzin yeyin. Yəni çox faydalıdır, yoddur. Kim istəsə rəndələyə də bilər. Amma rəndələyəndə alma ölür deyə bu şəkildə o piroqda çox qəşəng alınır. Burada elə hamısını bir yerdə töküb aparıb bişirəcəm. Darçın. Darçın da ki öz zövqünüzə görə nə qədər çox olsa o qədər çox dadlı olar. Kərə yağı. 3, 4, 8. Bu qədər aparım qaza, balaca xodda bişirməyə. Almalar kariş kimi olana qədər hazırlayıram. Hardasa bir 15 dəqiqə. Belə qaynayandan sonra bir 15 dəqiqə bişirirəm. Həm yumuşalır alma, həm də ki rəngi biraz dönür. Qəşəng olur. Xəmiri soyuducudan çıxartdım. Yarım saat saxlamışdım. Dediyim kimi içliyimiz də hazırdır. Baxın belə. Dediyim kimi kariş kimi olur. Qəşəng karamelini də. Qaba yağlı kağızı salmışam, yapışmasın. Xəmiri də 2 hissəyə böləcəm. Üst hissəsini bəzək üçün saxlamağa, ona görə də ona belə az tərəfini belə götürəcəm. Baxın, bu şəkildə açıram və belə kənarlar eləyirəm qıraqlarına və vilkalayıram. Tam qaynar-qaynar tökməyin. Biraz soyuyub, yəni çoplu, ilıqdır da. Ondan sonra xəmirin üzərinə tökdüm. Hazır oldu. Qalan xəmirdən üzərinə şəkilləndirəcəm. Amma sehirli çubuğumla. Bu qədər. Baxın, hazır oldu. Bu şəkildə şəkilləndirdim. Belə dalğalı elədim. Biraz maraqlı olsun. Aparım sobaya. 180 dərəcədə 30-35 dəqiqə hazır olacaq. Alma piroqum hazır oldu.
Ətri çox superdir. Çox super dadlıdır. Evdə əgər alma varsa, durun gedin bunu hazırlayın. Çox sevəcəksiniz. Siz də hazırlayın. Nuş olsun.